Bəqərə surəsi 11-ci ayənin qrammatik təhlili. Bismillahirrahmanirrahim. Və izə qilə ləhum lə tufsidu fil ərdi qalu innəmə nəhnu muslihun. Onlara yer üzündə fəsad törətməyin deyildikdə biz yalnız islah edən kimsələrik deyərlər. Zəv burada bağlayıcıdır. İzə burada zaman deməkdir. Dıqdə, dikdə, duqdə, dükdə də kimi işlənir. Şərt və zaman zərfidir. Bağlayıcı rolunda iştirak edir. Qilə deyildi feilin, qalə feilinin məhsul növündədir. Qalə məlumu, qilə isə məhsulu olar. Ləhum onlara tərkibi car və məzrurdur. Yəni li ön qoşması oldu. Lə bu birləşmədə. Hum isə nədir bizdə? Bitişən əvəzlikdir. Lə tufsidu yəni fəsad törətməyin, pozğunçuluq törətməyin mənasındadır. Fiilin 4-cü babındadır. Əfsədə keçmiş zamanı, yufsidu indiki gələcək zamanı, lə tufsidu isə təkidi əmr formasıdır və sonda burada nun hərfi də nədir? Düşüb. Fil ardı yer üzündə fi ön qoşma, əl ardı isə isimdir. Car və məcrur, yəni fi ön qoşma yiyəliyə salır, əl ardı isə yiyəliyi götürüb. Qalu deyərlər, amma hərfi tərcümə dedilər. Qalə feilindən törənib, 3-cü şəxsdədir, kişi cinsindədir və cəmdədir. İnnəmə, ancaq, yalnız mənasındadır. Həsr ədatı deyirlər buna. Yəni, məhdudlaşdırma və vurğulama mənasında işlənib, həm də bağlayıcıdır. Nəhnu, biz, bu müftədadır. Munfasıl zəmir deyirlər buna, şəxs əvəzliyidir. Birinci şəxsdədir, həm kişi və həm qadın cinsindədir. Muslihunə, həm də müftədadır. Muslihunə, islah edən kəslər mənasındadır və xəbərdir. Demək, isimlərin düzgün cəmindədir və adlı halındadır. Feilin 4-cü babındadır. Əsləhə, yuslihu, muslihun.